Salam əziz səyahət sevənlər, əziz dostlar. Hər kəsi yeni bir vlogdan salamlayıram. Mən Volga Travel yenidən səyahətdə. Ümid edirəm maraqlı bir vlog alınacaq dostlar. İzləmədə qalın. Dostlar, hal-hazırda Moskvadayam. Moskva mərkəzi avtovağzal Şolkovska metrosunda yerləşir. Gəlib çıxmışam indi avtovağzaldayam. Buradan yollanacağam Sankt-Peterburg şəhərinə. Mərkəzi avtovağzal Moskvada Şolkovska metrosunun düz yanında yerləşir. Buradan da gedəcəyi şəhərlərdir. Bu avtovağzaldan demək olar ki, çox şəhərlərə getmək mümkündür. Tam 6-cı mərtəbədə yerləşir. Bileti 1-ci mərtəbədə alırsınız. Çıxırsınız 6-cı mərtəbəyə. Biletin də qiyməti 1000 rubla aldım. Akşam reysi olduğu üçün ucuz oldu. Avtobusumuzda gəldi. Yola düşək. Saat 11-ə qalıb. Səhər hardasa 9-un yarısı Sankt-Peterburgda olmalıyıq. Gəlib çıxdım Sankt-Peterburg şəhərinə. Avtovağzaldayam. Obvodnoy kanal səfirməncə adlanır avtovağzal. Səhər saat 7-dir. Elə 1 saatda tez gəlib. Dostlar, Sankt-Peterburga gəlməyimin səbəbi var. Buradan da yollanacağam Kronstadt şəhərinə. Hardasa avtobusla 1 saat 20 dəqiqəlik səhv eləmirəmsə məsafədir. Səhər saatları burada metro. İndi gedək metroya. Görüm çəkiliş apara bilsəm, çəkərəm. Burada Sankt-Peterburg metrosu. Burada Sankt-Peterburgdakı metronun içi. Staraya Derevnya metrosunun çıxışı. Səhər saat 8-dir. Sankt-Peterburg şəhəri Rusiyanın başqa şəhərlərindən çox seçilir. Bura Avropaya daha yaxın olan şəhərlərdən biridir. Litva, Estoniya, Finlandiya. Buradan çox yaxındır. Sankt-Peterburg şəhərindən 200-300 kilometrdir Avropa şəhərlərinə. Rusiyanın ikinci ən böyük şəhərlərindən sayılır. İkinci şimal paytaxtı hesab olunur bu şəhər. Avtobusu tapdım. 101Y Express Kronstadt. Gedək çataq Kronstadta. Bura şəhərin qədim nöqtələrindən biri hesab olunur. Stary Krepust. İndi hal-hazırda çox yeri sökülüb. Elə istədim ki, start nöqtəmi də buradan başlayam. 1703-cü ildə 1-ci Pyotr Rus imperiyasının gənc paytaxtını qorumaq üçün Kotlin adası yaxınlığında qala tikdirməyi əmr elədi və 1704-cü ildə şəhərin əsası qoyuldu. 1723-cü ildən sonra şəhər Kronstadt adlandırıldı. Sovetlər dönəmi vaxtı Kronstadt şəhəri tam qapalı bir şəhər olub, hərbi dəniz qüvvələrinə məxsus olub ta 1996-cı ilə qədər. 1996-cı ildə şəhər qapalı bir şəhər olmağını dayandırdı. Ruslar və xarici vətəndaşlar üçün giriş azad olundu. SSR vaxtında qapalı şəhər olduğu üçün hər tərəfdə Sovetlər vaxtından qalma binalar mövcuddur. Tam ideal vəziyyətdə qalıbdır. Görürsünüz, qırmızı kərpic binaları çoxdur burada. İndi gedirəm dənizə doğru, Baltik dənizi tam aşağıdadır dostlar. Düşək indi. Kronstadt eləcə də Sankt-Peterburg şəhərinin əsasını qoyan 1-ci Pyotr. Bu şəxs haqqında çox söz demək olar. Mən deyərdim ki, müasir Rus imperiyası dönəmində bu şəxs Rus imperiyası, eləcə də Rus xalqı üçün çox şeylər eləyib. O insanlara mədəniyyəti, incə sənəti, bir sözlə çox şeyi bu insan Rusiya xalqına bəxş eləmişdi. Hal-hazırda bu parkda 1-ci Pyotr adlanır. Soruşsaz ki, dəniz burada niyə donub? Bura körfəzdə yerləşdiyi üçün dəniz donur. Mən özüm də birinci dəfədir görürəm donmuş dəniz. Adətən belə hallara
Rusiyada çox rast gəlinir. Şimal Buzlu Okeanda, Baltik dənizində və bir çox körfəzlərdə belə dəniz donur. Amma burada hərbi gəmilər, buzu qıran gəmilər mövcuddur. Buzu qırır, öz yolunu davam edir. Bax, görürsünüz, hamısı da qırılmış vəziyyətdədir burada. Yəqin ki, hərbi gəmilər bunları qırıb. Park Patriot. Giriş 300 rubuldur, biletimi aldım. Görək hərbi texnikalar var burada. Su-altı atomlu bomba raketlərdir, bax bunlar. Bir sözlə dostlar, burada hərbi texnikalardır. Dostlar, bilmirəm videoda necədir. Bu hərbi gəmi möhtəşəmdir. Çəkək görək nə baş verir, bax. Встаньте в кадр. Улыбнитесь. 3, 2, 1. Снял. Şəkil çəkilir. Görsədəcəyini, baxın. Неплохо, неплохо. Чтобы получить фотографию, следуйте предписанию. 200 rubuldur. Şəhərdə çoxlu sayda muzeylər var. Hər zevqə uyğun uşaqlara, böyüklərə, hərbi texnikalara aid onların birinə girdik. Dostlar, taksi zakaz elədim. Gedirik Forta. Gedək çataq, çox maraqlı bir yerdir. Belə bir avtobus gəlir, aparır pulsuz. Görək içəri gerək. Belə bir avtobusla gedirik içəriyə doğru. Dostlar, gəlib çıxdım belə bir muzeyə. Yaşıl basmaq lazımdır, necə başa düşməli. Кронштадтская крепость в 18 и 19 веках. Влияние технического прогресса на развитие фортификации. События 1704 и 5 годов показали, что для надежной обороны главного фарватера Кронштадта необходимо прочно удерживать весь остров Котлин. По этой причине вице-адмирал Крюйс предложил построить в его западной части сильный опорный пункт. Так появились пароходы, birinci bulardı, sonra motorla olana keçirlər. Позже, в середине века, уже винтовые пароходы, более быстрые и маневренные. Bir sözlə Kronstadt haqqında axtardığım bütün məlumatları bu video kinoda görmək mümkündür. Bu otaq mənə həqiqətən çox maraqlı gəldi. Görürsünüz burada əskər geyimi. Burada da çəkmələr. Bunlar da yəqin ki dəsmallardır. İçində saman doldurulub. Samandan əlavə içində nəsə var yenə. Açaq bircə saniyə. Bəli, həm samandır, həm də belə ideal kimi bir şeydir. Burada artıq çıxışdır. Gedək görək çöldə nə var. Ay vaxtı burada katamaranla, dənizdə katerlə gəzmək mümkündür. Fort nə deməkdir dostlar? Dəniz ərazilərində, çıxışlarında tikilir, düşməndən qorunmaq üçün belə yerlərdir. Hər gün belə yerlərə gəlib gəzmək insana qismət olmur. Odur ki də dostlar, gəzməkdən, səyahətdən zövq almaq lazımdır. Gəzəyin, səyahət eləyin dostlar, adama gəzmək qalar. Pis vərdişlərdən uzaq olağın. Baltik dənizi. Mən Baltik dənizinin Kaliningrad hissəsində olmuşam. Nə vaxtsa düşməndən qorunmaq üçün, indi isə turistlər üçün nəzərdə tutulub. İnternetdə görmüşdüm ki, burada suiti ya da mojlar yaşayır. Onun üçün də su qırağı ilə, dəniz kənarı ilə gəzirəm ki, bəlkə görə bildim. Möhtəşəm hisslərdir. Çünki vaxtı ikən qapalı bir şəhər olub, hərbi şəhər olub bura. Heç bir adi bir vətəndaş bura girə bilmirmiş. Vaxt, zaman, tarix dəyişir. Bura artıq turistik
bir yerə çevrilib. Maraqlı bir avtobusdur. Bu ilə gəldim bu ayaqlarım. Pulsuz aparıb, yolun başına qoyur, oradan da gətirir. Burada vaxtları var avtobusun çıxmağı. Məndən başqa onsuz seçim yoxdur. Hə dostlar, dünən axşam bir günlük səyahətə çıxdım. Gecə Moskvadan Sankt-Peterburqa, Sankt-Peterburqdan da bu şəhərə. Bir gün ərzində gəzdim, dolaşdım, tarixi yerləri gəzdim, həm özüm gördüm, həm də sizlərə göstərdim. İndi qayıdırıq Sankt-Peterburqa doğru. Birinci qaydaq şəhərə, oradan da Sankt-Peterburq. Özümü sanki çoxuna filmlərdə izlədim. Hə dostlar, gəlib çıxdım Sankt-Peterburqa. Mərkəziyəm, metro Moskovski. Buradan da havalimanına yola düşəcəm. Havalimanından da Moskvaya gedəcəm. Mənim YouTube-da izləsəz, əvvəlki videolarda Sankt-Peterburqda da çəkilişlər aparmışam 2-3 il bundan əvvəl. Amma təzə videolar deyil. Səhv eləmirəmsə 22-ci il deyil. YouTube-da Pskov videosu var. Pskov şəhəri. Orada Sankt-Peterburqdan getmişdim. Əgər maraqlı olsa, gelib izləyə bilərsiniz. Bakıdan Moskvaya və Sankt-Peterburqa birbaşa avia reyslər mövcuddur. Duty Free'də maraqlı şokoladlar gördüm. İndiyə kimi Rus imperatorlarının şəkilləri var burada. Первый Петр, Yekaterina, Aleksandr. İndiyə kimi olmuş imperatorlar, bütün şəkilləri var. Maraqlıdır. Qiyməti 360 rubl. Ümumiyyətcə burada aeroportda qiymətlər cibə uyğundur. Şokoladlar 280-ə, böyükləri 400-ə, 500. Havalimanı çox böyükdür. Həm də qiymətlər uyğundur, cibə uyğundur. İstanbuldan ya Moskvadan ya da ki Bakı aeroportundan çox fərqlənir. Qiymət burada ucuzdur. Videonun sonuna çatdıq dostlar. Sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm. Yeni vlogda görüşənə qədər. Sağ olun dostlar.